Mərhəmətli və rəhimli Allahın adıyla. Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi. Uca Allah insanı bir damcı zəif sudan yaratdığına işarə edir. İnsan isə özünü müstəqil idarə edəcək hala gəlib çatdıqda Rəbbi barədə mübahisə edərək onu inkar edir, peyğəmbərlərə qarşı döyüşür. Uca Allah insanı yalnız özünə qul olmaq üçün yaratmışdır, düşmən olmaq üçün deyil. Başqa ayədə belə buyurulur: məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: çürümüş sümükləri kim dirildə bilər? De, onları ilk dəfə yaradan Allah özü dirildəcək. O, hər bir məxluqu yaxşı tanıyır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir: sizlərdən hər kəs anasının bətnində xəlq edilərkən ilk 40 gün ərzində nütfə halında, sonraki 40 gündə qan laxtası, daha sonraki 40 gündə isə ət parçası olur. Sonra Allah onun yanına bir mələk göndərir. Bu mələyə 4 şey yazmaq əmr edilir və ona bu uşağın əməlini, ruzisini, əcəlini, bədbəxt və ya xoşbəxt olacağını yaz deyilir. Sonra ona ruh üfrülür.